Salam əziz müəllimlər, mən Səbinə Yusubova. Bu gün sizlərlə texnologiya fənni üzrə 5-ci sinifdən 5-ci mövzu olan məişətdə sadə təmir işləri mövzusunun izahına baxacağıq. İlk olaraq burada baxırıq məişət mədəniyyəti nədir? Məişət mədəniyyəti evin təmiz və səliqəli saxlanılması, ev təsərrüfatının idarə edilməsi, ailə büdcəsinin bölünməsi və ailə üzvlərinin bir-birinə hörmətlə yanaşması deməkdir. Daha sonra mebelin qurulmasında hansı furniturlardan istifadə olunur, onlara nəzər salaq. Künclüklərdən istifadə olunur. Burada ən önəmlisi açar sözlərini yadımızda saxlayırıq. Belə deyək də, özünün nə olduğunu bütün tərif olaraq yadımızda saxlamasaq da açar sözlərini yadımızda saxlayırıq. Künclüklər düz bucaq altında yerləşən iki metal lövhəcikdən ibarətdir. Onlarla rəf, çərçivə və nəfəsliklərin künc birləşmələri bərkilir. Yəni burada əsasən yadımızda saxlayırıq düz bucaq altında yerləşən iki metal lövhə. Bu sözü yadımızda saxlayırıq. Daha sonra rəf saxlayıcıları metal və ya plastik kütlədən hazırlanır və üfüqi rəflərin bərkidilməsi üçün istifadə olunur. Rəf saxlayıcılarının milləri şkafların yan divarında yerləşən bir tərəfi bağlı deşiklərə quraşdırılır. Burada da açar sözümüz üfüqi rəflərin bərkidilməsində istifadə olunur. Həmçinin metaldan və plastikdən hazırlanır. Daha sonra kipləşdiricilər bir-biri ilə bərkidici vintlə birləşdirilmiş iki qalın metal künclük və ya lövhəcikdən ibarətdir. Onlarla şkafların, yazı masalarının, kitab rəflərinin yan tərəfləri birləşdirilməlidir. Burada da açar sözümüz nə olur? İki qalın metal künclük. Demək, burada da bir də yan tərəflər birləşdirilir. Bunu yadımızda saxlayırıq. Daha sonra qıfıl dilciklər və qıfıllar şkafların, masaların və tumbaların qapılarını bağlamaq üçün nəzərdə tutulur. Bu asandır, bunu yadda saxlayarsınız. Dəstəklər də həmçinin asandır. Metal, taxta və ya nazik plastik kütlədən hazırlanır. Qapı, pəncərə və dolabların rahat açılıb örtülməsi üçün vasitə rolunu oynayır. Daha sonra maqnit saxlayıcıları nədir? Maqnit saxlayıcıları şkafların qapılarının hərəkətli olmasına xidmət edir. Açar sözümüz hərəkətli olmasıdır. Onlar maqnitli qəlibdən və metal lövhəcikdən ibarətdir. Daha sonra şkaf, yazı masası, dolabların qapıları həncamalar vasitəsilə bərkidilir. Bu künclüklərdir, qıfıl dilciklərdir, həncamalardır. Bunlar oduncaq üçün şurupların köməyi ilə mebelə bərkidilir. Daha sonra əgər ki mebeldən uzun müddət istifadə etmişiksə, artıq furnitur getdikcə zəifləyir. Bu zaman köhnə şurupu yenisi ilə, yəni daha böyük olan şurupla əvəz etmək lazımdır. Əgər belə bir imkan yoxdursa, yəni bu cür şurup yoxdursa əlimizdə, deşiklərə yapışqan sürtülmüş taxta milciklər, mantarlar salınır. Köhnə şuruplar həmin o mantarlarla, milciklərlə bağlanılır. Sonra maqnit saxlayıcının quraşdırılma ardıcıllığına nəzər salaq. Əvvəlcə saxlayıcının lövhəciyinin və qəlbinin yeri müəyyən edilir. Bu biraz müəllimlər üçün çətinlik yaradır. Bunun ardıcıllığını yadda saxlamaq, diqqətlə qulaq asaq. Nə edirik? Əvvəlcə lövhəciyin və qəlbin yerini müəyyən edirik. Sonra lövhəcik qapıya bərkidilir və saxlayıcının qəlbinin yeri elə seçilir ki, qapı bağlı olanda lövhəciklə onlar üst-üstə düşsün. Bərkidici şuruplar üçün deşiklərin mərkəzi biz ilə qeyd edilir və şuruplar axıra qədər burulmadan bərkidilir. Qəlib lövhəciyin qarşısında dəqiq yerləşdirilir, sonra isə şuruplar axıra kimi burulur. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzu edirəm.